Ən praktik almalı qurabiyə üçün 1 çay bardağı zeytinyağı, 150 qram kərə yağı, yarım stəkan şəkər tozunun üzərinə 1 xörək qaşığı qatıq əlavə edirik. 2 ədəd yumurta və 1 paket vanili də əlavə edib ən son aldığı qədər un ələyirik. Xəmir plastilin kıvamında yumşaq olmalıdır. Xəmirin üzərini salafanla kapatıb kənara qoyuruq. Xəmiri 3 və ya 4 eşit parçaya böləcəyik. İçlik üçün isə 3 böyük və yaxud da ki 5 balaca almanı, istəsəz qabıqlı, mən qabıqlı elədim, qabığını soya da bilərsiniz. Tyorkadan keçirdim, üzərinə 1 su bardağı dolusu toz şəkər əlavə edirik. Burada bir çay molasını hak etdim. İçliyin üzərinə 1 çay qaşığı toz darçın əlavə edib, vam odda cem kıvamına gələcək şəkildə qızardırıq. Almanın suyu tam çəkilməlidir. Kündələrimizi yağlı kağız üzərində özəlliklə yayırıq. Çünki onlara forma verərkən bu yağlı kağızı qaldırıb çevirirsək çox praktik olur. Xəmir nə çox incə, nə çox qalın olmalıdır. Hazırladığımız içliyi xəmirin hər tərəfinə gələcək şəkildə yayırıq və istəyə görə üzərinə rondodan keçirdilmiş fındıq və ya qoz əlavə edə bilərsiniz. Mən qoz əlavə elədim. Ən son yağlı kağızı kənarlarından qaldıraraq videoda gördüyünüz şəkildə rulo halını alacaq şəkildə xəmirə forma veririk. Mən bəzən rulo halında yağlı kağıza sarılmış xəmirləri buzluğa belə atıb 1 ay içərisində lazım olduğu sürəcə çıxardıb kurabiyələrimi fırına verərək hazırlayıram. Siz də bu şəkildə praktik öncədən hazırlanmış kurabiyələr bişirə bilərsiniz. Məndə 3 ədəd rulo hazır oldu. Mən onları buzluğa qaldırdım və buzluqda yarım saat gözlədim ki, onların xarici qatı birazcık bərkisin. Bu zaman dilimləmək çox asan olur. Ardından çıxardıb tək-tək videoda gördüyünüz kimi incə uçlu iti bıçaqla çox nazik və ya çox qalın olmayacaq şəkildə halqalar kəsirəm və 200 dərəcə öncədən isidilmiş fırında alt-üst rejimdə təqribi 20-25 dəqiqə bişirirəm. Ən önəmli degustatorlarım da bu kurabiyələrin dadına baxıb çox bəyəndilər. Həm də onlar üçün çox sağlıqlı bir okul atıştırmalığı olmuş oldu. Bu gözəl tarif üçün Houston'da yaşayan canım arkadaşım Betty ilə təşəkkürlər.